Birbaşa təlim. Dərsin effektiv planlaşması uğurlu tədrisin təməlidir. Birbaşa təlim üçün dərsin hərtərəfli planlaşması, düşünülmüş şəkildə hazırlanmış tədris materiallarının və aydın tapşırıqların olması vacibdir. Çünki belə olduqda şagirdlərdə yeni bilik və bacarıqların formalaşması ətraflı planlaşdırılmış dərsin məntiqi nəticəsi kimi təzahür edir. Birbaşa təlim tədrisdə yeni yanaşma deyil, onun əsası 1960-cı illərdə Siegfried Engelmann və Wesley Becker'in sosial cəhətdən əlverişsiz uşaqlar üçün hazırladığı məktəbəqədər təhsil proqramı ilə qoyulub. Birbaşa təlim yanaşması aydın təlimatlar, aktiv öyrənmə və reflektiv təlim vasitəsilə şagirdlərin akademik nəticələrini və özgüvənini artırmaq məqsədi daşıyır. Yəni ki, bu deməkdir ki, dərs uşaqlara, məsəl üçün, böyük bir mövzunu şagirdlər olduğu kimi anlaması birbaşa, qısa müddət ərzində çox çətindir. Mövzunu hissələrə bölüb az-az onları izah edə şagirdlərə anlatmaq lazımdır. Birbaşa təlimin özündə dayanan əsas fəlsəfi prinsiplər. Bütün şagirdlər öyrədilə bilər, bütün şagirdlər akademik və özgüvən baxımından inkişaf edə bilər. Təlim elə təşkil olunmalıdır ki, şagirdlərin öyrədilən məlumatları yanlış anlaması ehtimalı azaldılsın və təlimin effektivliyi gücləndirilsin. Birbaşa təlimin addımları. Birbaşa təlim metodu da işin hərtərəfli planlaşdırılmasından başlayır. Dərslər ətraflı şəkildə planlaşdırılmalı, müəllimlər hər bir məlumatı aydın təlimatlarla təqdim etməli və şagirdlərə prosesdə iştirak imkanları yaratmalıdırlar. Şagirdlərə yeni bilik və bacarıqları mənimsəyənə qədər vaxt ayrılmalıdır. Müəllim müşahidə ilə təlim zamanı müəllim rəyləri, müstəqil fəaliyyət mərhələsində şagirdlərin refleksiyaları, tədrisdən bir müddət keçdikdən sonra verilən şagird rəyləri də bu təlimin vacib elementləridir. Rozenşaynin birbaşa öyrənmə modelində aşağıdakı mərhələlər vacib hesab olunur. Baxaq. Təlim və ya müəllim. Giriş və öyrənilənlərin nəzərdən keçirilməsi yolu ilə öyrənmə üçün zəmin yaradır. Yəni, giriş və öyrənilənlərin nəzərdən keçirilməsi, yəni əvvəlki biliklərin nəzərdən keçirilməsi yolu ilə öyrənmə üçün zəmin yaradır. Şagirdlərin nə etməli olduqları bağlı aydın izahlar təqdim edir, təlimi nümayiş etdirir və hər bir şeyin necə ediləcəyi göstərir. Şagirdlərlə öyrənmənin tətbiqini təşkil edir və bu prosesi izləyir. Şagirdlərin uğur qazanacağına əmin olduqdan sonra onların müstəqil işləməsinə şərait yaradır, şagird öyrənməsinin qiymətləndirməsini aparır və öyrənməni aydın şəkildə sonlandırır. Başqa sözlə, sonda dərsin nə ilə bağlı olduğunu xülasəsini verir. Rozenşaynin təlim prinsipləri tədrisə daha öncə öyrənilənlərin qısa təkrarı ilə başlayın. Yəni, prinsip 1-də deyir ki, tədrisə daha öncə öyrənilənlərin qısa təkrarı ilə başlayın. Yəni, əvvəlki köhnə biliklərin qısa təkrarı ilə başlayın. Şagirdlərin öyrəndiklərini yenidən nəzərdən keçirmələri, bildikləri yeni öyrəniləcək informasiya arasında əlaqə yaradaraq öyrənmənin və yadda saxlamanı gücləndirir. Yəni, hər dərsdə qısa təkrarla başlama yaddaşımızı yeniləyir, əvvəlki bilikləri aktivləşdirir, təkrarladır. Gündəlik təkrar xüsusilə tez-tez istifadə edilməli olan biliklər üçün vacibdir. Təkrarlamaq məlumatı lazım olan anda avtomatik olaraq rahatlıqla yada salmağı asanlaşdırır. Təkrar məsələləri həll etmək, tapşırıqları yerinə yetirmək, yeni mövzunu başa düşmək üçün lazım olan sözlərin, konseptlərin və ya prosedurların asanlıqla yada salınmasına imkan verir. Həmin dərsdə lazım olan sözləri və anlayışları təkrarlamaq həm də ona görə vacibdir ki, bizim qısa müddətli yaddaşımızın həcmi azdır. Əvvəlki öyrənməni nəzərdən keçirməsək, yeni materialı öyrənərkən köhnə materialı xatırlamaq üçün xüsusi səy göstərməli olacaq və belə olduqda yeni materialı öyrənməyimiz çətinləşəcək. Təkrarı necə etməliyik? Müəllim dərsə başlamazdan əvvəl müəyyən etməlidir ki, şagirdlərdə hansı söz, riyazi faktlar, əməliyyatlar və anlayışlar avtomatikləşməlidir. Dərsin təkrar hissəsi üçün aşağıdakı fəaliyyətlərdən istifadə etmək olar. Şagirdlərdən çətinlik çəkdikləri və səhv etdikləri məqamları bölüşmələrini istəmək, onlara yenidən nəzər yetirmək, yeni material üçün lazım olan köhnə bilikləri praktik şəkildə yeniləmək, dərindən öyrənilməli olan materialları tez-tez təkrarlamaq.
Prinsip 2. Yeni materialı kiçik hissələrlə təqdim edin və hər hissədən sonra şagird fəaliyyətinə yer ayırın. Bu prinsip tədris olunan materialları hissələrə bölməyin əhəmiyyətindən bəhs edir. Rosenstein araşdırma nəticələrinə isnad edərək bu qənaətə gəlir ki, daha uğurlu dərs keçən müəllimlər şagirdləri birdən-birə çox məlumatla yükləmirlər, materialı hissə-hissə təqdim edir. Hər hissədən sonra şagirdlərin bu materialla bağlı tapşırıqları yerinə yetirməsinə şərait yaradır. Həmin müəllim yalnız şagirdləri verilən məlumatları mənimsədikdən sonra növbəti addıma keçirmir, həm də kiçik addımlarla öyrətmək və sonra şagird fəaliyyətini təşkil etmək üçün proseduru əldə edilən bilik və bacarıqları möhkəmlətmək məqsədi ilə aparılır. Ümumən informasiya ilk olaraq qısa müddətli, sonra isə uzun müddətli yaddaşa keçməlidir. Dərsi kiçik hissələrlə keçmək vaxt tələb edir. Səriştəli müəllimlər bu vaxtı daha düzgün istifadə edən müəllimlərdir. Məsələn, riyaziyyat fənnində tədrisinə nəzər yetirdikdə səriştəli müəllimlər dərsin əsas vaxtını təqdimat, nümayiş, sorğusular və nümunələrə ayırır. Müəllimlər tərəfindən verilən əlavə izahlar, çoxlu nümunələr, şagirdlərin anlaması yoxlanılandan sonra verilən lazımi təlimatlar şagirdlərin material üzərində çətinlik çəkmədən müstəqil işləmələrinə şərait yaradıb. Prinsip 3. Modellər və işlənmiş nümunələr təqdim edin. Bu şagirdlərə problemləri daha tez və daha aydın, daha yaxşı həll etməyə kömək edir. Yəni şagirdlərin problemləri həll etmək üçün idraki dəstəyə ehtiyacı var. Problemin həllini nümayiş etdirməsi, səsli düşünməsi effektivdir. İdraki dəstəyə nümunədir. Nümayişin digər bu forması ilə işlənmiş misal, məsələn, riyazi məsələni həll edərkən müəllimin təkcə onun həllini yox, həm də həlli aparan hər bir addıma aydın göstərməsidir. İşlənmiş nümunələr şagirdə tapşırığı həll edərkən spesifik addımlara köklənməyə imkan yaradır və qısa müddətli yaddaşın yükünü azaldır. Nümunələrdən və işlənmiş misallardan riyaziyyatın tədrisi, yazı və oxu bacarıqlarının formalaşması zamanı və digər fənlərin tədrisində istifadə etmək olar. İşlənmiş nümunələr müəllimin təqdimatının tərkib hissəsi olmaqla bərabər həmçinin şagirdlərin özlərinə də təqdim oluna bilər. Şagirdlər əvvəlcə müəllimin müşahidə ilə, cütlərlə bu nümunələri təhlil edir, sonra məsələni həll edə bilərlər. Səriştəli 4. Prinsip 4. Anlamanı yoxlayın. Səriştəli müəllimlər tez-tez yeni materialın bütün şagirdlər tərəfindən qavranılmasını yoxlayır. Bu yoxlamalar yeni öyrənilən məzmunun uzun müddətli yaddaşa ötürülməsi üçün lazım olan idraki emal prosesini müəyyən qədər təmin edir. Onlar həmçinin müəllimə şagirdlərin yanlış anlamalarını aşkarlamağa da imkan yaradır. Səriştəli müəllimlər dərs zamanı bir növ öyrənmə prosesinə ara verirlər və şagirdlərin anlamasını yoxlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Həmin üsullara nümunələr aşağıdakılardır. Suallar vermək, şagirdlərdən mövzunun təqdim olunan hissəsini ümumiləşdirmələrini istəmək, şagirdlərdən digər şagirdlərin cavabları ilə razı olub olmadıqlarını soruşmaq. Anlamanı yoxlamanın iki əsas məqsədi var. Şagirdlərin uzun müddətli yaddaşındakı digər öyrəndikləri ilə əlaqələrin möhkəmlənməsinə səbəb olur. Müəllimə yeni materialları tədris edib etməməklə bağlı məlumat verir. Anlamanı yoxlamaqla müəllim qərar verir ki, növbəti materialı tədris etsin, yoxsa keçirilən mövzunu yenidən tədris etsin. Bununla müqayisədə dərsi uğursuz olan müəllimlər şagirdlərə anlamanı yoxlamaq məqsədi ilə heç bir sual vermir və sadəcə olaraq sualınız varmı deyə soruşur. Heç bir sual olmadıqda şagirdlərin mövzunu qavradıqlarını güman edərək onlara özlərinin həll etmələri üçün çalışmalar tapşırırlar. Anlamanı yoxlamanın digər bir üsulu şagirdlərdən riyazi məsələləri həll edərkən, inşanı planlayarkən və mətnin əsas ideyasını müəyyənləşdirərkən səsli düşünmələrini istəməkdir. Bir başqa üsul isə şagirdlərə öz fikirlərini digərləri üçün izah və müdafiə etməyi tapşırmaqdır. Öz düşüncələrini izah etmək məcburiyyətində olmaq şagirdlərə bildiklərini yeni şəkildə ifadə etmək və anlamalarındakı boşluqları müəyyənləşdirməyə kömək edir. Prinsip 5. Şagirdlərin sizin köməyinizlə yeni mövzunu tətbiq etməsinə şərait yaradın. Şagirdlərə yeni mövzunu təqdim etmək öz-özlüyündə kifayət etmir. Təkrardan əlavə tədrisin daha bir vacib elementi müxtəlif şagird fəaliyyətləri ilə biliyin tətbiqi və onun qiymətləndirilməsidir. Şagirdlər mövzunu lazımi qədər məşq etməyəndə öyrəndiklərini unudurlar. Şagirdlərin yeni materialı öz sözləri ifadə etmək, detallı təsvir etmək,
və ümumiləşdirmək üçün əlavə vaxta ehtiyacı var. Məzmunun şagird fəaliyyətləri vasitəsilə tətbiqi həmin informasiyaların şagirdlərin uzun müddətli yaddaşına ötürülməsinə imkan verir və şagirdlər lazım gəldikdə həmin informasiyalara istinad edə bilirlər. Yeni dərsin tətbiqinə ayrılan vaxt az olduqda isə şagirdin materialı yaddaşda saxlayıb xatırlamaq, ondan istifadə etmə ehtimalı azalır. Buna belə bir misalla nəzər salaq. Çəkməcədə nəsə yerləşdirmək adətən asandır, lakin onu harada yerləşdirdiyimizi dəqiq xatırlamaq bəzən çətin ola bilər. Yəni təcrübə həmin əşyanın harada olduğunu xatırlamağa kömək edir. Prinsip 6. Çətin tapşırıqlar üçün müvəqqəti dəstək verin. Müəllim izahlardan əlavə xüsusilə çətin məsələ həll edə bilmələri üçün şagirdlərə scaffolding strategiyalarından istifadə edərək müvəqqəti dəstək verməlidir. Şagirdlərin bacarıqları inkişaf etdikdə bu dəstək tədricən, yəni şagirdi bir mərhələyə qədər çatdırırsan, artıq görürsən sənə ehtiyac yoxdur, scaffolding bu deməkdir. Onda dəstək dayandırılır. Şagirdlərin çətin problemləri nümayiş etdirməyə, scaffolding strategiyaları vasitəsilə həll etməyə kömək etmək prosesinə idraki çıraqlıq adı vermək olar. Məsələn, deməli, müvəqqəti dəstəyin bir növü də şagirdlərə atılacaq addımlar üzrə istiqamətlər verməkdir. Məsələn, şagirdlərə mövzunu sistemləşdirmək üçün aşağıdakı addımlar istiqamət verə bilər. Dəftərdə mərkəzi qutu çəkin, mövzunun adını yazın, mövzuya nəzər yetirin, 4-6 arası əsas ideya tapın, hər ideyanı mərkəzi qutunun aşağısında, digər qutuda yazın, hər bir əsas ideyanın aşağısına 2 və 4 fakt sadalayın. Scaffolding strategiyalarına digər nümunələr. Bəzən müəllimlər düşünərkən səsli formada etmirlər. Şagirdlər üçün bu bir növ gizli saxlanılır. Beləcə onlar müəllimin nə etdiyini və necə etdiyini anlamaqda çətinlik çəkirlər. Səsli düşünmə şagird üçün adətən şagirddən gizli saxlanılan mütəxəssis düşünməsini müşahidə etməyə imkan verir. Müəllimin şagirdləri edə biləcəkləri mümkün səhvlər barədə məlumatlandırılması. Yəni müəllim səsli düşünməlidir. Şagirdlərin əvvəlcədən təxmin eləməlidir ki, harda səhvlər edə bilərlər. Müəllim tədris edəcəyi məzmunla bağlı şagirdlərin səhv edə biləcəyi məqamları əvvəldən təxmin etməli, qeyd etdim. Həmin məqamları tədrisin əvvəlində şagirdlərlə bölüşdürməlidir ki, yəni müzakirə edilməlidir ki, şagirdlər həmin məqamlarda səhv etməsinlər. Müəllimin şagirdlərə öz işlərini dəyərləndirmələri üçün yoxlama siyahısı verməsi və bu listdən necə istifadə edə biləcəklərini nümayiş etdirməsi. Buna checklist də deyilir. Checklist istifadə edən şagirdə müəyyən olmuş bəndlər üzrə öz işini dəyərləndirmə imkanı verir. Bu üsul həmçinin şagirdə fəaliyyətini necə quracağı ilə bağlı istiqamət də verir. Məsələn, checklistdə bu kimi suallar öz əksini tapa bilər. Mətndə əsas ideya haqqında mənə məlumat verən vacib hissələri tapdımmı? Və ya yazımda bütün cümlələr böyük hərflə başlayırmı? Müəllim şagirdlərə təqdim etməzdən əvvəl yoxlama siyahısından istifadəni özü nümayiş etdirə bilər. Şagirdlərə ekspert nümunələrinin təqdim edilməsi. Müəllim şagirdlərə tədris edilən məzmunla bağlı özünün nümunələrini verə bilər və onlar bu nümunələri öz işləri ilə müqayisə edə bilərlər. Məsələn, sual verməyi öyrənərkən şagird öz suallarını müəllimin yazdığı suallarla müqayisə edə bilər. Hansısa riyazi həlli öyrənərkən müəllimin yazdığı nümunəyə baxaraq ondan öyrənə və nümunə kimi istifadə edə bilər. Yəni mövzumuz bu qədər.